16-cı gün. 16-cı gün təmizləmə, saflaşma günüdür. Arzu ilə vibrasyon uyğunluq. Arzunuzla vibrasyon uyğunluq çox vacibdir. Bizim dünyamızda mövcud olan hər şey, bizi əhatə edən bütün enerjilər vibrasiyalardan ibarətdir. Onların hamısının öz vibrasyon enerjisi var, dalğa kimidir. Arzunun gerçəkləşməsi üçün sizinlə seçdiyiniz arzu arasında vibrasyon uyğunluq olmalıdır. Bu dünyada hər şey enerjiden ibarətdir. Hər bir enerji isə vibrasiyadır. Vibrasiyalar necə işləyir? Enerjiləri dalğalar kimi təsəvvür etmək olar. Enerjiləri. Uzun dalgalar var, kısa dalgalar var. Her dalganın öz tezliği var. Radyo prinsipi kimi istediğin radyo stansiyanı, radyo kanalı eşitmək üçün düzgün dalganı tapmalısan. Dəqiq tezliyə köklənməlisən. Eğer biz istediğimiz radyo verilişinə, seçtiğimiz məkan nöqtəsinə düşmək istəyiriksə, lazım olan dalgaya köklənməliyik. Dalga tənzimlənməlidir ki, istediğimiz megahertzlara düşmək üçün. Bu çok önemlidir. Bu niye vacibdir? Eğer sen konkret bir arzu seçmişsənsə, ama hele de başka tezlikten kalırsansa, onda sadece olarak o arzu artık mevcut olan mekan, o arzunun mevcut olan mekanı var ha. Bak o nöqtəyə sen düşmürsən. Məhz bu məqam çox vaxt gözdən qaçırılır. Dalğaya köklənmək nə deməkdir? Köklənmək o deməkdir ki, daxildən o vəziyyətlə uyğunlaşasan. Arzunun artıq mövcud olduğu halı hiss edəsən. O arzumuz həyata keçəndə biz necə oluruq, nə hissləri yaşayırıq? Bax ona o halı hiss edəsən. Təkcə ağılla istəməyəsən. Bu incəliyi bir çox insanlar unudur. Səhər və axşam mini meditasiya etdikdə və bu vəziyyətdə olduqda, nə vəziyyətində? Yəni mən artıq istədiyimi əldə etmişəm vəziyyətində, bu artıq məndə var vəziyyətində. O meditasiyanı biz edirik hər səhər axşam mini meditasiya. Onu etdikdə, yəni mən artıq o meditasiya nədir? Mən artıq istədiyimi əldə etmişəm, bu artıq məndə var. Sən həmin anda düzgün vibrasiyalara daxil olursan, lazım olan tezliyə köklənirsən, dalğanı seçdiyin reallığa uyğun tənzimləyirsən. Razılaşın ki, bu anlarda sənə yaxşıdır, sakitlik var, rahatlıq var, daxildə istilik hissi yaranır. Bu düzgün vibrasiyalardır. Bu nə gərginlikdir, nə gözləmədir, bu daxili bir hissdir. Bəli, bu artıq mənimdir. Çox yaxşı hiss, rahat, xoş, daxildə istilik və yüngüllük hissi ilə dolu hisslər, nə bilim, hiss edirsən də bir sözlə. Məhz bu anlarda yaranan vibrasiyalar ən düzgün, ən uyğun vibrasiyalardır. Niyə buna təmizləmə deyilir? Çünki bu anda ağır emosional hallar gedir, daxili səs-küy azalır, emosional fon təmizlənir, mənə pisdir vəziyyətindən çıxırsan, mənə yaxşıdır vəziyyətinə daxil olursan. Bu vibrasyon təmizləmədir. Günün əsas fikri, arzum, güc tətbiqi ilə yox, tezliklərin uyğunluğu ilə gerçəkləşir. Sən mütəmadi olaraq mən artıq sahibəm vəziyyətinə daxil olduqda, bu halı saxladıqda, onu bədənində tanıdıqda, avtomatik olaraq seçdiyin reallığa köklənirsən və məhz bu vəziyyətdə arzu səni özünə çəkməyə başlayır. Vibrasiya şkalası və reallaşma halı. Vibrasiyalar nədir? Mövcud olan vibrasiya şkalası var. Yəni bu şkala nədir? Hal vəziyyət şkalasıdır. Yəni hal vəziyyət şkalası mövcuddur ki, o göstərir hansı tezliklərin yüksəkdir, hansıların isə aşağı vibrasiyada olduğunu göstərir. Burada söhbət mistikadan yox, insanın daxili vəziyyətindən gedir. Aşağı vibrasiyalara aid olan hallar. Ümidsizlik, qəzəb, hirs, qurban hissi, mənə pisdir vəziyyəti. Bu bəzən sadəcə belə görünür. Pis əhval, apatiya, daxili narahatlıq, özümü yaxşı hiss etmirəm duyğusu. Bunlar aşağı vibrasiyalardır. Ən yüksək vibrasiyalar isə sevgi, minnətdarlıq, sevinç və s. Ən aşağı vibrasiya insanın özünü pis hiss etdiyi haldır. Siz bunu özünüzdə belə adlandıra bilərsiniz. Əhvalım yoxdur, özümü pis hiss edirəm, mənə yaxşı deyil. Bunlar aşağı vibrasiyalardır. Düzgün vibrasiya səviyyəsi isə o haldır ki, siz özünüzü yaxşı hiss edirsiniz. Siz dedikdə mənə yaxşıdır, əhvalım superdir, özümü 100% hiss edirəm. Bu o deməkdir ki, siz doğru vibrasiyadasınız. Düzgün vibrasiya ruhanilik deyil, fanatiklıq deyil. Düzgün vibrasiya daxildə sizə yaxşı olan vəziyyətdir. Niyə vibrasiyalarla işləyirik? Bugün vibrasiyalara həsr olunmuş ilk videodur. Bizim məqsədimiz düzgün dalğaya köklənmək, doğru halı tutmaq və məhz bu hal vasitəsilə istədiyimizi reallaşdırmaqdır. Biz lazım olan dalğaya köklənəcəyik, doğru vibrasiyaları tutacağıq və bu yolla arzulananı reallaşdıracağıq. Hardan başlayırıq? Emosional blokların təmizlənməsindən başlayırıq. Yüksək vibrasiyalara köklənməzdən əvvəl aşağıya çəkənləri təmizləmək lazımdır. Yəni o bloklar ki bizi aşağı çəkir, onları təmizləmək lazımdır. Bunu eşitmişsiniz ki, uşaqlıq travmalardan yaranan bloklar mövcuddur və onlar bizi saxlayır. Bəli, bu doğrudur. Bunlar real daxili sıxıntılardır ki, özümüzü yaxşı hiss etməyə imkan vermir, insanı yenidən köhnə ağrıdıcı vəziyyətlərindən qaytarır, diskomfort vəziyyətlərindən qaytarır. Arzuları bolluqdan yox, diskomfortdan yaradır, belə deyək. Nəhayət, siz bir arzu tutmuşsunuz və ya seçim etmişsiniz. Bu seçim isə çox vaxt belə bir nöqtədən çıxır. Yəni, siz o arzunu
Ona görə diləmirsiniz ki, sizə yaxşıdır. Ona görə diləyirsiniz ki, canınız yanır, özünüzü pis hiss edirsiniz, narahatsınız, nəsə çatışmır. Sözlə yoxluqdan. Yəni arzu bu vəziyyətdən doğur. Sizə nəsə çatışmır, ondan doğulan arzu. Mən artıq belə hiss etməkdən istəmirəm. Yəni bundan dolayı sənin arzun doğulur həyata. Yoxsulluqdan, çatışmamazlıqdan bu arzunu diləyirsən. Bu halda ki siz, yəni yoxsulluq halında ki siz hansı arzunu diləyirsiniz və yaxud hansısa bir seçim edirsiniz, bu hal aşağı vibrasiyalı haldır. Yəni bu hal aşağı vibrasiyalardır. İstədiyiniz gələcəyə ziddir. Diqqətlə qulaq asın. Yəni arzunu məhz narahatlıq hissindən, çatışmamazlıqdan, ağrıdan qaçmaq üçün tutmusunuz. Və məhz bu hiss narahatlıq hissi, narahatlıq. Arzu tutulan anda mövcud idi. Bu negativ hallar, hisslər arzu tutulan anda mövcud idi. Əgər arzu ağrıdan, çatışmamazlıqdan, daxili narahatlıqdan yaranırsa, o vibrasiya baxımından istədiyiniz gələcəklə uyğun gəlmir. Siz istəyirsiniz sevinç, yüngüllük, zövq, amma diləyirsiniz, bir arzunu diləyirsiniz nə halından, əzabdan, gərginlikdən, mənə pisdir halından. Bunlar fərqli vəziyyətlərdir. Arzunun reallaşması üçün onu düzgün vəziyyətdən formalaşdırmaq lazımdır. Əvvəlcə emosional blokları təmizləmək, mənə pisdir halından çıxmaq və yalnız sonra mənə yaxşıdır halına köklənmək. Vibrasiyalarla real iş məhz buradan başlayır. Çox vaxt bizə elə gəlir ki, artıq pozitivdəyik, artıq yeni vibrasiyalardayıq, keçmişi artıq işləmişik. Amma daxildə yenə də nəsə bastırılmış qalır. O köhnə hal yenə də içəridədir. Daxildə bastırılmış vəziyyətdə qalıb və o nəsə mütləq bir gün özünü göstərəcək. Bunlar qavrayış şablonlarıdır. Uşaqlıqdan qalan ağrılı emosiyalardır. Siz onları çox yaxşı tanıyırsınız. İnsan bədəni müəyyən emosiyalar vəziyyətinə öyrəşir. Hətta bu vəziyyət xoşa gəlməz olsa belə. Hətta vibrasiya şkalasına baxmadan da özünüzdən soruşa bilərsiniz. Həyatım boyu ən çox hansı emosiyanı yaşamışam? Ən çox hansı hiss mənə tanışdı? Ən çox hansı vəziyyətə düşürəm? Siz o emosiyaya o qədər öyrəşmisiniz ki, o artıq sizə doğmadır. Bu sizin vərdişinizdir. Bu emosiya uşaqlıqdan sizinlədir. Yeniyetməlikdən sizinlədir. Yatmazdan əvvəl sizinlədir. Sizi incidəndə sizinlədir. Pis hadisələr baş verəndə sizinlədir. Siz onu yaxşı tanıyırsınız. Sanki sizin sevimli oyuncağınızdır, amma bu zərərli bir oyuncaqdır. Bizim vəzifəmiz həmin oyuncağı tapmaqdır. Bəlkə də indi siz onun mövcud olduğunu belə dərk etmirsiniz. Onu xatırlamırsınız, amma o var, o sizinlədir. Onu çıxarmaq, tapmaq, hardan yarandığını xatırlamaq və bir dəfəlik dəyişmək lazımdır. Köhnə oyuncaqları yeni, sağlam, emosional reaksiyalarla əvəz etmək lazımdır. Çünki bunlar əslində destruktiv proqramlardır və biz onları tapıb transformasiya etməliyik. Özünüzə sual, dürüst baxsaq və özümüzə belə bir sual etsək, bu suala həyatınız boyu sizi ən çox hansı emosiya müşahidə edib? Narahatlıq, günahkarlıq hissi, incilik, məndə nəsə düz deyil hissi, tənhalıq, daim nəsə pis olacaq gözləntisi. Adətən bir əsas emosiya olur ki, uşaqlıqda var idi, gənclikdə var idi, çətin anlarda var idi, sizi incidəndə var idi, yatmazdan əvvəl var idi, bütün həyatın fonunda var idi. Siz onu yaxşı tanıyırsınız. Niyə o getmir? Çünki o vərdişə çevrilib. Sinir sistemi hətta ağrıya belə öyrəşir. Onu normal qəbul edir və o emosiya sanki sevimli oyuncağa çevrilir. Amma bu pis oyuncaqdır. Bu oyuncaq sizə, bu hiss sizə tanışdır, doğmadır, proqnozlaşdırılandır. Məhz buna görə şüuraltı ondan yapışır. Problem nədədir? Bu oyuncaq içəridə qaldıqca reaksiyalarınızı formalaşdırır, seçimlərinizi formalaşdırır, qavrayışınızı formalaşdırır, eyni reallığı yenidən yaradır. Hətta siz yeni gələcəyi vizuallaşdırsanız belə. Çünki əsas tezlik dəyişməyib. Bizim vəzifəmiz bu emosiyanı tapmaq, onu dərk etmək, hardan yarandığını xatırlamaq, bir zamanlar niyə lazım olduğunu anlamaq, proqramı yenidən yazmaq. Bu destruktiv proqramlarla işdir. Siz onu xatırlanmaya da bilərsiniz, amma özünü göstərir. Triggerlərdə, avtomatik düşüncələrdə, təkrarlanan ssenariyalarda, həyatınızdakı eyni tip insanlarda, yenə eyni şey hissində. Bu talih deyil, bu karma deyil, bu möhkəmlənmiş emosional şablondur. Siz ömür boyu eyni oyuncaq oynamağa məcbur deyilsiniz. Siz köhnəni buraxa bilərsiniz, yenisini seçə bilərsiniz. Bədəni başqa vəziyyətlərdə yaşamağa öyrədə bilərsiniz və o zaman təkcə əhval dəyişmir. Qavrayış dəyişir, seçim dəyişir, reallıq dəyişir. Növbəti videoda mən audio meditasiya yerləşdirəcəm. Mini hipnoza dalmaq və daxildəki bloku tapıb və ondan azad olmaq. Bu praktikanın məqsədi hipnoz vəziyyətinə daxil olmaq və daxildə gizlənmiş həmin emosional bloku tapmaqdır. Bu praktikada sizə lazımdır ki, biraz rahatlaşasınız, mini hipnoz vəziyyətinə daxil olasınız və daxildə olan həmin tikanı tapmağa çalışasınız. Tikan emosional blok, köhnə ağrılı emosiyadır. Daxildə qalan o dediyim oyuncaqdır. Bizim məqsədimiz onu tapmaqdır, baxmaq o necədir, bədənin hansı hissəsindədir.
nəyi təmsil edir, hansı emosiyanı daşıyır. Bundan sonra isə biz həmin emosional tikanı diqqətlə çıxaracaq növbəti videoda. Bu bloku necə çıxarmağı və onu nə ilə əvəz etməyi mini hipnozun içində göstərəcəm. Sonra nə olacaq? Hipnotik dalışı etdikdən sonra mən sizə xüsusi bir skript verəcəm. Bu skript Amerikalı terapevt tərəfindən hazırlanıb, çox güclü və effektiv texnikadır. Bu metod kömək edir köhnə emosional bloklardan azad olmağa, daxili gərginliyi aradan qaldırmağa, köhnə reaksiyanı yeni və sağlam reaksiya ilə əvəz etməyə. Bu texnika çox dərin səviyyədə işləyir. Bir çox insanlar onun köməyi ilə güclü emosional gərginliklərdən və daxili travmalardan azad olublar. Bu həqiqətən də çox güclü skriptdir və bir çox insan üzərində test yoxlamadan keçirilib və bu texnika çox işləyən bir texnikadır. İnsanlar bu metod vasitəsilə bədəndə yığılmış çox güclü bloklardan azad olur, emosional olaraq yüngülləşir və nəhayət özlərini həqiqətən xoşbəxt hiss etməyə başlayırlar. Hipnoz dalışını etdikdən sonra skripti tətbiq edin, məşqi tamamlayın. Yəni belə başlanğıc olacaq. Beləliklə biz daxildə oturmuş həmin emosional tikanı çıxarmış olacağıq. Daxildəki tikanı tapacağıq, onu çıxaracağıq və köhnə reaksiyanı yenisi ilə əvəz edəcəyik. Nəticə bu blok aradan qalxdıqda insanın daxilində yaranır yüngüllük, sakitlik, azadlıq hissi. Və ən vacibi özünüzü pis hiss etməyinizə səbəb olan köhnə daxili mexanizm yox olur. Beləliklə biz illərlə irəliləməyə mane olan şeylərdən daxili məkanı təmizləmiş oluruq. Və bundan sonra artıq özünüzü pis hiss etmək üçün daxildə əvvəlki səbəb qalmayacaq. Növbəti addım nədir? Təmizləmədən sonra biz boş qalan daxili sahəni yeni enerji ilə doldururuq. Biz ora gətiririk güclü vibrasiyalar və istədiyimiz gələcəyə uyğun olan enerjini. İnsan yaşadığı müddətdə daim ətraf dünya ilə əlaqədə olur. Amma bu əlaqə yalnız hərəkətlər vasitəsilə, sözlər vasitəsilə baş vermir. Biz dünya ilə əlaqə qururuq, emosional vasitəsilə, daxili vəziyyət vasitəsilə. Yəni biz dünya ilə əlaqəni emosional vasitə ilə qururuq, daxili vəziyyət ilə qururuq, enerji vasitəsilə, vibrasiyalar vasitəsilə. Hər insan daim dünyaya müəyyən enerji dalğaları göndərir. Başa düşmək vacibdir ki, insan həyat boyu ətraf mühitlə qarşılıqlı əlaqədə olur. Bir daha təkrarlayıram. İnsanlarla ünsiyyətdə olur və bütün bunlar vibrasiya səviyyəsində baş verir. Siz dünyaya daim enerji dalğaları göndərirsiniz. Misal, tutaq ki, bir qız oturub və düşünür. Mənim pulum yoxdur, mənim ailə vəziyyətim pisdir, mən yazığam və o daim bu vəziyyətdə yaşayır. Bu fikirlərlə, bu emosiyalarla. Bu zaman o dünyaya belə vibrasiyalar göndərir. Nə vibrasiyalar? Çatışmamazlıq vibrasiyası, əzab vibrasiyası, qurbanlıq hissi vibrasiyasını göndərir dünyaya, kainata. Bunlar aşağı vibrasiyalardır. Amma eyni zamanda o arzu yazır. Məsələn, mən yaxşı və layiqli çoxlu məbləğdə pul qazanmaq istəyirəm. Burada sual yaranır. Bu arzu reallaşacaqmı? Çox böyük ehtimalla yox. Belə olur. Niyə bu arzu reallaşmır? Çünki həyat və kainat yalnız sözləri oxumur. O oxuyur daxili vəziyyəti, emosiyanı, vibrasiyanı, insandan çıxan enerjini. Yəni ümumi siqnal qəbul olunur. Sən dediyin qəbul olunmur. Sənin göndərdiyin içdən o hisslər qəbul olunur. Çünki insanın içindən gələn o vibrasiya, o enerji imkanlar məkanına informasiya göndərir. Yəni, sən indi nə enerjidasan, həyata nə göndərirsən, aqressiya, sevgi, bolluq və s. Bununla sən imkanlar məkanına informasiya göndərirsən. Başqa sözlə, kainat, sahə, həyat sistemi insanın vibrasiyasını oxuyur. İnsanın enerjisini oxuyur, insanın halını oxuyur, nə dediyini yox. Əsas məqam, əsas məsələ, informasiya təkcə sözlə yox, vibrasiya ilə birlikdə oxunur. Belə bir vəziyyət yaranır. Vibrasiya deyir, mən kasıbam. Enerjimiz deyir, mən kasıbam. Sözlər deyir, mən varlıyam. Mən buradan deyirəm, mən varlıyam, amma enerjim, vibrasiyam, içim deyir ki, mən kasıbam. Kainat isə, sistemi isə, həyat sistemidə informasiya, imkanlar məkanı, belə deyim, sözə yox, vibrasiyalara, enerjiyə inanır. Sözə qətiyyən inanmır. Siqnalın ziddiyyətini başa düşün. Belə bir ziddiyyət yaranır. Sözlər deyir, sözdə biz deyirik, mən varlıyam, mən pul istəyirəm. Mən pul istəyirəm, mən puluyam, mən dövlətliyəm. Bu afirmasiya kimi bir şeydir. Amma vibrasiya deyir, enerjin deyir ki, mən kasıbam, məndə heç nə yoxdur. Və həyat vibrasiyaya reaksiya verir. Çünki vibrasiya ən diri siqnaldır. Biz diqqət yetirməliyik, nə siqnal buraxırıq kainata. Hansı hissi buraxırıq, hansı emosiyanı. Əsas nəticə, arzunun reallaşması üçün sözlər, daxili vəziyyət, vibrasiya eyni istiqamətdə olmalıdır. Sözlərdə mən deyirəm, mən pulluyam, mən varlıyam, amma daxil vəziyyət kasıblığı, yəni ki, icra edirsə, kainata yollayırsa, eyni istiqamətdə deyilsə, yəni fərqli nəticə alacaq, istədiyimiz həyata keçməyəcək. Arzunun reallaşması üçün sözlər, daxili vəziyyət, vibrasiya eyni istiqamətdə olmalıdır, tərəddüd olmamalıdır. Sözlərdə mən deyirəm ki, mən dövlətliyəm, varlıyam, pulluyam. Daxildə vəziyyətim də elə olmalıdır. Özümü dövlətli hiss eləməliyəm. Ötürdüyüm vibrasiyalar dövlətli, yəni varlı, məndə var vibrasiyasını
ötürməlidir. Biri birinə zidd olmamalıdır. Yəni insan yalnız deməməlidir. Mən zəngin olmaq istəyirəm. O bunu hiss etməlidir. Daxildə bolluq vəziyyətində yaşamalıdır. Məhz onda göndərilən dalğa və arzu üst-üstə düşür və reallıq dəyişməyə başlayır. Bir daha nə etmək lazımdır? Emosional blokları təmizlədikdən sonra lazımdır yeni daxili vəziyyət formalaşdırmaq, istədiyiniz gələcəyə uyğun vibrasiyalarda yaşamağa başlamaq. Məsələn, bolluq hissi, sakitlik, özünə inam, minnətdarlıq, hər şey mənim xeyrimə işləyir hissində. Bunda bu zaman dünya, kainat yaydığınız enerji reaksiya verəcək. O zaman ki sözlər, daxili vəziyyət, vibrasiyalar bir-biri ilə uyğun gəlir, siqnal təmiz və güclü olur və məhz o zaman reallıq dəyişməyə başlayır. Bunun nə etmək lazımdır? Birinci, nə edirik? Audio, meditasiya qulaq asırıq, mini hipnoz edirik. İkincisi, daxilimizdə olan emosional bloku tapırıq o hipnozun içində. Üçüncüsü, bundan sonra skripti icra edirik. Skriptdəki, hipnozdakı yerləşdirdiyim növbəti hipnoz videosundan sonra yerləşdirəcəm. Daha hipnoz edirik. Daxilimizdə olan emosional bloku tapırıq. Bundan sonra skripti deyəcəyik. Ondan sonra bloku təmizlədikdən sonra, skripti deyəndən sonra o boşalan yerə yeni və güclü vibrasiyalar gətirəcək. Yeni arzuladığımız yeni gələcəyə uyğun vibrasiyalar. Biz harmoniya vibrasiyasından başlayırıq. Boşalan yerə, təmiz yerə biz harmoniya vibrasiyasını yerləşdirəcəyik. Bu videodan sonra gələcək mini hipnoz videosu, mini hipnoz videosundan sonra gələcək skript videosu, skript videosundan sonra gələcək harmonik vəziyyətə köklənmək üçün audio tənzimlənmə əlavə edəcəm. Harmoniya vibrasiyasından başlayacaq. Bu vibrasiya o hissdən yaranır ki, biz müxtəlif bloklardan azad oluruq və içimizdə rahatlıq yaranır. Harmoniya vibrasiyası göstərir ki, biz daxili bloklardan azadıq, içimizdə sakitlik var, hər şey qaydasındadır. Mən sizə harmonik vəziyyətə köklənmək üçün audio tənzimlənmə əlavə edəcəm. Bu audio vibrasiyanı yüksəltməyə, doğru ilk addımı atmağa kömək edəcək. Bu audionu təmizləmədən sonra mütləq dinləyin. Vizuallaşdırmanı da unutmayın. Yatmazdan əvvəl 10 dəqiqə vizuallaşdırma edin, amma şəkillərlə yox, hisslərlə. Özünüzə deyin, mən artıq buna sahibəm, hər şey artıq baş verir. Oyandıqdan sonra da eyni vəziyyətdə daxil olun, yeni günə sevinərək deyin. Mən artıq arzularımın həyata keçdiyi gələcəkdə yaşayıram. Hər şey alındı, məndə pul var, istirahət var, imkanlar var, mənim həyatım artıq dəyişib. Bu hissi yaşayın, bu hiss çox vacibdir. Gündüz isə başqa bir vizuallaşdırma edirik, 30 dəqiqə. Musiqi altında gələcək həyatınızdan konkret səhnələri təsəvvür edəcəksiniz. Məsələn, yeni həyatınızı, işinizi, gəlirinizi, səyahətlərinizi, münasibətlərinizi, hər şeyi detallı şəkildə təsəvvür edəcəksiniz. Çox vacib qayda, heç bir halda günləri buraxmaq olmaz. Əgər fasilə versəniz, siz sanki bütün prosesi yenidən sıfırlayırsınız. Praktikaları etdiyiniz zaman siz nəticəni hər gün yeniləyirsiniz. Öz həyatınız üçün qərar verin, özünüzü seçin, öz həyatınızı seçin, nəhayət arzularınızı həyata keçirin, çünki fikrin gücü həqiqətən çox güclüdür.